Salam əziz izləyicilər, sizlərlə bu sualın təhlilini aparacağıq. Qaraqoyunlu dövlətinin 15-ci əsrin 1-ci yarısı tarixinə aiddir. Qaraqoyunlu dövləti 1410-1468-ci illərdə mövcud olub. 15-ci əsrin 1-ci yarısı dedikdə isə, yəni 1401-ci ildən 1450-ci ilə qədər olan dövrü götürəcəyik. 1. Teymuriləri Azərbaycandan qovması. Teymurilər Azərbaycandan 1408-ci ildə Sədrut döyüşü nəticəsində qovulublar. Lakin bu Qaraqoyunlu dövlətinə aid deyil. Qaraqoyunlu Sulalə dövrünə aiddir. 2. Şirvanşahlar dövlətini asılı hala salması. Şirvanşahlar dövləti 1412-ci ildə Kür çayı yaxınlığında Qaraqoyunlulara məğlub olduqdan sonra Şirvanşahlar dövləti Qaraqoyunlu dövlətindən asılı hala düşür. Bu düzdür. 3. Alaşket döyüşündə məğlub olması. Bəli, Alaşket döyüşü 1421-ci ildə baş verir və Qaraqoyunlu dövləti Teymurilər dövlətinə məğlub olur. 2-3. 4. Ərdəbil hakimliyinə qarşı Şirvanşahlarla müttəfiq olması. Bu 15-ci əsrin 2-ci yarısına aiddir. Yəni 1460-cı il. 4-cünü götürmürük. 5. Muş döyüşündə Bayandurlulara məğlub olması. Muş döyüşü də 15-ci əsrin 2-ci yarısında, yəni 1467-ci ilə təsadüf edir. Ona görə də biz burada düzgün cavabı 2 və 3 götürəcəyik. B variantı olacaq.